Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Afət Fərman qızı Vəfa Şərifova ilə aralarında olan qalmaqalı öz verilişindən mövzu edən Zaur Nəbi oğluna xəbərdarlıq edib. O Zaur Nəbi oğluna qadağa qoyaraq verilişində onun şəklini qoymasını qəti qadağan edib. Həmin görüntüləri sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi unutmayın. Salam əziz dostlar, bu videonu dostum Zaur Nəboğlu üçün çəkirəm. Zaur bəy, sənə az öncə də səs göndərdim. Bildirmək istəyirəm ki, o verilişindən mənimlə bağlı şəklimi də, adımı da yığışdırasan. Dostluğumuz yenə öz yerindədir. Belə ki, mən evimdə, işimlə, gücümlə məşğul olarkən sən Şərifova Vəfanı ora çağırıb mənimlə bağlı mövzunu qabartdıqda mənə sənin verilişindən şər-böhtan atılır. Düzdür, şərait yaratdım, mən cavablandırdım. Amma sən bu gün çıxıb deməliydin ki, dostlar, Afətin bu işdə günahı yoxdur. Afətin xəbəri olmadan, Afət evində oturduğu yerdə burada Vəfa Afətdən danışmağa başladı birinci. Yəni, sən də bunu etmədiyin üçün mənim izləyicilərim stres yaşayırlar. Düzdür, mənə buz gəlir, çünki mən akulalarla vuruşub qalib olan Afət Fərman qızıyam. Anlayışın üçün təşəkkür edirəm. Mənə veriliş lazım olsa, mənim kifayət qədər buradan salamlayıram. Dalçını vurub, təşəkkür edirəm. Mənə veriliş lazım olsa, mənim kifayət qədər buradan salamlayıram. Dalçını vurub, dostlarım var. Tolik'in verilişi orada deyilmi? Tolik Vəfa ilə səndən də yaxındır. Lazım olsa Tolik elə bir veriliş eləyərdi ki, yer-yerindən oynayardı, reyting gözü götürərdi. O eləmədi bunu. Lazım deyil belə şeylər, mən düşünürəm ki. Yenə də dostluğumuz öz yerindədir. Bir daha qeyd edirəm, doğrudan da valla mənə lazım deyəsə kanalıq kimi çıxmasın. Nəinki veriliş, mən telekanal açarım. Bəli, buna qüvvəm var. Və yadıma düşmüşkən zaten dünən yenə mənim şəklimi qoyub sanmış. Görürsən, söz axtarmayan, söhbət axtarmayan dünənki qonağın kimi var. Deyib ki, mən fikir bildirmirəm. Bəli, çünki istəmir baş ağrısın, istəmir söz-söhbət olsun. Amma sən mənim xəbərim olmadan şəklimi ora qoymusan, bu qədər söz-söhbətdən sonra sakit dayanırsan orada. Ona görə bu məsələdə səndən incimişəm, xahiş edirəm. Yəqin ki, nəzərə alarsan. Sağ olun.